Adıma kredi çəkiblər onlayn, dəyəduzlar. Götürülən adam da və bizə verilən məlumata görə millət vəkilinin köməkçisidir. Balakən sakini Ülker Qurbanov iddia edir ki, millət vəkili Sabir Hacıyevin köməkçisi onun adına 18.800 manat kredit götürüb, həm də onun xəbəri olmadan. Banka da getdik, polisə şikayət də eləmişik. Azərsə 5G tətbiqindən istifadə ediblər. 5G tətbiqini aktiv eləyirik deyə. Ondan sonra telefonun istifadəsi əlimdən alınmış, müdaxilə edə bilməmişəm. Ondan sonra kredi çəkmişlər vaxtında, yəni müddətdə 1 saat çəkməyib, banka yaxınlaşmışam. Hesablar silindiyini bildiriblər, ancaq bir gün sonra öyrəndim ki, pul köçürülüb qarşı hesaba. Adam da bizə kriptovalyutayla məşğul olduğunu bildirir. Məsələnin əsli aslarını öyrənmək məqsədi ilə millət vəkilinin köməkçisi Əli Qafarovla əlaqə saxladıq. Suallarımızı cavabsız qoyan deputatın köməkçisi bir neçə saat sonra əlaqə saxlamağımızı istədi. 6 yarısına 6 ya belə. Aha, axşam saat 6-6 yarısı, yaxşı. Millət vəkili Sabir Hacıyev də məsələyə münasibət bildirmədi. Sabir bəy, salam əleykum. Vüsaldır sizi narahat edən Baku TV-dən. Mən danışırdım da, mən riski də yox, seçkilərlə bağlı. Burada Adıma kredi çəkiblər onlayn, dəyəduzlar. Götürülən adam da və bizə verilən məlumata görə millət vəkilinin köməkçisidir. Balakən sakini Ülker Qurbanov iddia edir ki, millət vəkili Sabir Hacıyevin köməkçisi onun adına 18.800 manat kredit götürüb, həm də onun xəbəri olmadan. Banka da getdik, polisə şikayət də eləmişik. Azərsə 5G tətbiqindən istifadə ediblər. 5G tətbiqini aktiv eləyirik deyə. Ondan sonra telefonun istifadəsi əlimdən alınmış, müdaxilə edə bilməmişəm. Ondan sonra kredi çəkmişlər vaxtında, yəni müddətdə 1 saat çəkməyib, banka yaxınlaşmışam. Hesablar silindiyini bildiriblər, ancaq bir gün sonra öyrəndim ki, pul köçürülüb qarşı hesaba. Adam da bizə kriptovalyutayla məşğul olduğunu bildirir. Məsələnin əsli aslarını öyrənmək məqsədi ilə millət vəkilinin köməkçisi Əli Qafarovla əlaqə saxladıq. Suallarımızı cavabsız qoyan deputatın köməkçisi bir neçə saat sonra əlaqə saxlamağımızı istədi. 6 yarısına 6 ya belə. Aha, axşam saat 6-6 yarısı, yaxşı. Millət vəkili Sabir Hacıyev də məsələyə münasibət bildirmədi. Sabir bəy, salam əleykum. Vüsaldır sizi narahat edən Baku TV-dən. mən danışırdım da, mən riski də yox, seçkilərlə bağlı.